Arkadaşlar salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə çalışdığım qədər hüquqi şəxsin qeydiyyatını necə aparmalıyıq, bunun üçün hansı addımlar izləməliyik, məlumat verəcəm. İlk öncə deyim ki, hüquqi şəxsin qeydiyyatı aparmaq istədiyimiz zaman biz neoyataxis.gov.az saytına daxil olun. Bu sayta daxil olduqdan sonra asan imzamızda girişi təsdiqləyirik. Giriş təsdiqləndikdən sonra qarşımıza belə bir səhifə açılacaqdır. Buradan artıq hüquqi şəxsin adi qeydiyyatı seçdiyimiz zaman biz qeydiyyatımızı apara biləcəyik. Yerli investisiyalı hüquqi şəxsin qeydiyyatını seçirik. Daha sonra növbəti pəncərə açılır qarşımıza. Gəlin, mən ilk öncə sizə bir məlumat vermək istəyirəm ki, biz bu hüquqi şəxsin qeydiyyatını aparmaq istəyirik, okey. Amma bu hüquqi şəxs nə olan şeydir? Gəlin birinci bunu anlayaq. Baxın, fiziki şəxs sadəcə bir insanın özüdür. Yəni adımız, soyadımız, evimiz, bütçəmiz. Amma hüquqi şəxs isə bir növ super qəhrəmandır da. Yəni bu bizim qurduğumuz iş yeridir. Lakin o öz ayrı kimliyi və hüquqları olan bir insan kimidir. Amma təbii ki, kağız üzərində. Beləliklə biz bu qəhrəmanın portal üzərində neynirik? Qeydiyyatını aparacağıq. Amma unutmayın ki, hüquqi şəxs anlayışı sadəcə bir şirkət, təşkilat və ya müəssisə deyil. Qanun qarşısında müstəqil hüquqlara və vəzifələrə malik olan varlıqdır. Yəni, başqa bir sözlə demək istəsək, hüquqi şəxs fiziki insan kimi qanuni əməliyyatlar apara, müqavilələr bağlaya, borc götürə və məhkəməyə gedə bilər. Əla, bu məlumatları əldə etdikdən sonra gəlin biz yaratmaq istədiyimiz hüquqi şəxsə, baxın, hüquqi şəxs Azərbaycanda ən çox bizlərin eşitdiyi, ən çox qarşımıza çıxan MMC-lərdir, məhdud məsuliyyətli cəmiyyətlərdir. Baxın, gəlin baxaq, MMC-mizə ad verək. Biz vermək istədiyimiz zaman yazırıq, adı yazırıq. Bəli. Mizan Təlim Consulting. İndi mən bu adı verdim, lakin bəlkə bu adı kimsə götürüb əvvəlcə. Bunun üçün yoxla düyməsini basırıq və qarşımıza yazılır ki, sistem tərəfindən ilkin yoxlama zamanı eyni adlı hüquqi şəxs aşkar edilməyib. Yəni demək istəyir ki, bu adı istifadə edə bilərsən. Əla, adı götürdük. Aha, indi gəldi vergi mükəlləfiyyətimizi seçməyə. Yəni biz hansı növ vergi ödəyicisi olacağıq? Burada var əlavə dəyər ƏDV, sadələşmiş və mənfəət vergi ödəyicisi olmaq. Biz fəaliyyətə yeni başladığımız üçün sadələşmiş vergi ödəyicisi olmağı tərcih edirik. Baxın, fəaliyyət növlərini seçirik. Yəni mənim iş yerim hansı istiqamətdə fəaliyyət göstərəcəkdir? Bunun üçün mənim əlimdə hal-hazırda aktiv fəaliyyət kodları var. Buradan baxın, mühasibatlı kursların fəaliyyəti seçdim. Əlavə et basıram ki, bu mənim sistemə daxil olsun. Bir dənə də fəaliyyət növü seçmək istəyirəm mən. Bu da nə olsun? Deməli, bu da təhsil sahəsində sair yardımçı fəaliyyət olsun. Yenə əlavə et düyməsini seçirəm. Baxın, hər iki fəaliyyət aşağı hissədə qeyd olundu. Amma bunlardan biri mənim əsas fəaliyyətim, digəri isə yardımcı fəaliyyət istiqamətim olmalıdır. Hansıdır ki, istəyirəm mən mühasibatlı kurslarının fəaliyyəti, burada seçdiyim zaman bu mənim əsas fəaliyyətim olacaq. Okey, növbəti düyməsini basırıq. Burada artıq hüquqi ünvanı qeyd etməliyik. Baxın, seçirik buradan Abşeron rayon, kənd qəsəbəni, mən canım gözüm Saray qəsəbəsini seçirəm. Bəli, Saray qəsəbəsini seçdik. Buradan poç indeksini də seçirik. Əla. Aha, nömrəni qeyd edirik buradan. Nömrəni qeyd etdiyimiz zaman mütləqdir ki, biz bunu yoxlamalıyıq. Yəni, buradan yoxla seçməliyik. Çünki bu nömrənin həqiqətən bizə aid olub-olmamasını təsdiqləməliyik ki, hər hansı bir problem yaşamayaq. Bəli, təsdiqləyirik. Bəli, nömrəmiz düzgündür. Elektron ünvanımızı da daxil edirik buradan. Alan.
Bəli, elektron ünvanımıza daxil etdik. Yadda saxla. Yenə növbətini seçirik. Aha, təsisçilərin sayı. Baxın, əvvəlcə var nizamnamə kapitalı və nizamnamə kapitalındakı payların sayı və təsisçilərin sayı. Bu nizamnamə kapitalı nədir? Nizamnamə kapitalı müəssisə yaradılarkən qoyduğumuz kapitala nizamnamə kapitalı deyilir. Yəni, ilkin olaraq biz pul qoyuruq bu şirkəti açarkən ona biz nizamnamə kapitalı deyirik. Nizamnamə kapitalının minimum məbləği 10 manatdır, maksimum isə yoxdur. Bu sizin büdcənizə uyğun seçə bilirsiniz. Buradan isə valyutanı təyin edə bilərsiniz. Yəni bu ABŞ dollar ola bilər, AZN ola bilər və digəri. Mən minimum məbləğlə e, 10 manat seçirəm. Burada ikinci deyir ki, nizamnamə kapitalındakı payların ümumi sayı. Yəni təsisçi neçə nəfərdir? Yəni bu pay neçə nəfər arasında bölünəcək? Mən deyirəm ki, bir nəfər arasında. Bu bir nəfər, buradan təsisçilərin sayı da bir nəfər seçilir. Əla, dedim ki, 10 manat nizamnamə kapitalımdır. Nizamnamə kapitalımdakı payların ümumi sayı 1-dir. Təsisçilərin sayı 1-dir. Aha, amma bu təsisçi kimdir? Bunu bilmək üçün əlavə et düyməsini basırıq. Baxın, fiziki şəxsdir deyirəm. Buradan onun fin kodunu yazıram və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazıram. Aha, mən yazdım bu fin kodu şəxsiyyət vəsiqəsini, amma gəlin bir axtaraq görə həqiqətən belə bir adam varmı? Bəli, var. Bu Münəvvər Əlizadə Elşən qızıdır. Fin kodu budur, doğum tarixi budur. Deməli, belə bir insan var. Əla, seçdik. Bu bizim təsisçimiz olacaqdır. Təsisçimizi tapdıq. Artıq bu təsisçimizin də ünvanını qeyd edirik. Abşeron rayon, yenə dediyim kimi cənnət məkan, Saray qəsəbəsini seçirik. Bəli. Aha, təkrar biz mobil nömrəni daxil edəcəyik və mobil nömrənin qeydiyyatı təsdiqlənməsi hər dəfəsində lazımdır. Çünki nömrənin düzgünlüyünü yoxlamamız üçün. Yoxla. Aha, okey. Bəli, təsdiqlədik, nömrəmiz düzgündür. Aha, burada baxın, nizamnamə kapitalındakı ümumi məbləğ. Biz burada hər hansı bir dəyişiklik edə bilmirik. Aha, nizamnamə kapitalındakı payların sayını seçdiyimiz zaman, bayaq nizamnamə kapitalındakı məbləğimiz 10 manat idi. Bir nəfər seçdiyim zaman, deməli, bir nəfərə 10 manat düşəcək, elə nizamnamə kapitalındakı məbləğ. Yadda saxla, əla, dedik ki, təsisçimiz kimdir? Münəvvər Əlizadə Elşən qızıdır, doğum tarixi, fin kodu, təsisçi də bir nəfərdir. Növbətim. Aha, benefisar, baxın, burada artıq benefisar məlumatlarına gəlmişik. Artıq gəldik biz burada növbəti bir bölməyə. Benefisar mülkiyyətçi məlumatlarını doldurmağa. Gəlin ilk öncə deyək ki, bu benefisar kimdir, nədir, nə anlaşdır? Təsəvvür edək ki, bir şirkətin benefisiarı o insandır ki, bu şirkətin gəlirlərindən son mənfəəti onlara çatır. Yəni, şirkət fəaliyyət göstərir, amma onun həqiqi sahibkarı kimdir? Bax, o benefisiardır. Bu adamların kim olduğunu bilmək, biznesin şəffaflığını və kimə fayda çatdığını anlamaq üçün vacibdir. Əgər siz təsisçi özünüzsünüzsə, yəni şirkətin qurucusu sizsinizsə, o zaman siz də benefisiar olursunuz. Bu o deməkdir ki, siz həm şirkətin fəaliyyətindən məsuliyyət daşıyırsınız, həm də onun qazancından son fayda olan tərəf, faydalanan tərəf sizsiniz. Yəni şirkət sizə pul qazandırdıqda, həmin qazanc sizə çatır və bu tam hüquqi baxımdan da belədir. Əla, bu məlumatı əldə etdikdən sonra gəlin bu benefisiarımızı əlavə edək. Burada yenə PIN kodu daxil edirik ki, o şəxsi tapaq. Məlumatları doldururuq. Axtarırıq belə bir adam varmı? Var, bəli. Kim imiş bu adam? Münəvvər Əlizadə. Əla. Bu adamı da seçirik. Yenə harda qalır bu adam? Abşeron rayonunda qalır. Təkrar qeyd etdiyimiz kimi Cənnəti Məkan Saray qəsəbəsində yaşayır bu insan. Əla. Bəli, seçirik. Aha.
Yenə mobil nömrəmizi bezdiricidir, amma təsdiqləmək zorundayıq, yoxlamaq zorundayıq. Çünki nömrəmizdə hər hansı bir səhvlik olmasın deyə. Aha, yoxladıq, təsdiqlədik. Nömrə bizə aiddir. Əla. Burada deyir ki, şəxsi benefisiar mülkiyyətçi olması birbaşadırmı, dolayıdırmı? Bizdə birbaşadır. Burada qeyd etmirik. Benefisiarın mülkiyyətçinin hüquqi şəxsə təsir hüquqları və ya imkanlarının təsir dairəsi nədir burada? Biz təsisçiyik. Təsisçi oldu. Yəni benefisiar təsisçidir. Hüquqi şəxsə belə təsir edir deyirik. Əla. Bizim benefisiarın mülkiyyətçi məlumatlarımız çıxdı. Düzəliş etmək istəsək, buradan hər hansı bir düzəliş varsa edirik. Yoxdursa növbəti. Əla. Baxın, burada deyir ki, icra orqanının forması. Azərbaycanda əsasən tək başınadır. Biri də var kollegial. Biz tək başınanı seçirik. Burada qanuni təmsilçi əlavə etməliyik. Qanuni təmsilçi üçün yenə də PIN kodumuzu yazaraq və şəxsiyyət vəsiqəmizin seriya nömrəsini yazaraq bu qanuni təmsilcini axtarırıq. Axtardıq, tapdıq. Deyir ki, səlahiyyət müddəti müəyyən edilmişdirmi? Yəni, bu təmsilçinin səlahiyyət müddəti vaxtla sınırlandırılıbdırmı, yoxsa elə şirkətin fəaliyyət boyunca bu adam olacaq? Biz deyirik ki, elə bu adam olacaqdır, müəyyən edilməyib müddəti. Xeyr basırıq. Aha, ünvanlarını qeyd edirik. Burada artıq var. Mobil nömrə. Təkrar mobil nömrəni qeyd edirik burada. Yoxla düyməsini basırıq. Kodu daxil edirik bura. Bəli, nömrəni təsdiqləyirik. Yadda saxla basırıq. Burada direktorlar müşahidə şurası barədə məlumatlar. Biz bunu qeyd etmirik, elə sıfır olaraq da qalır. Sonra nə gəldi? Asan imza sertifikatı. Mən qeydiyyatda alınacaq yeni hər şey üçün asan imza benefisiarı almaq istəyirəm. Aha, nömrəmizi qeyd edirik burada. Yenə yoxla, artıq bizə avtomatik yoxladı, təsdiq koduna ehtiyac qalmadı. Bəli, biz gəldik artıq rəhbər şəxsin əmək müqaviləsini yaratmağa. Ki biz bunu rəhbər olaraq, təsisçi olaraq işə götürə bilək şirkətimizdə. Seçirik bu adamın təhsili nədir? Biz deyirik ki, ali təhsil bakalavırdır. İş yeri əsasdır, əlavədir. Yəni bu adam əgər başqa bir yerdə işçidirsə, başqa bir yerdə rəhbərdirsə, bu zaman hal-hazırki iş yeri bizim əlavə iş yeri seçəcəyik. Yox, əgər ilk iş yeridirsə, sadəcə burada işləyirsə, əsas iş yeri olaraq qeyd ediləcək. Aha, iqtisadi fəaliyyət növü, baxın, bayaq əvvəllərdə seçmişik, artıq kodu ilə birlikdə mühasibatlı kursluq xidməti seçilibdir. İş Bəli, biz artıq iş yerini seçmişik ki, əsas iş yeridir. İqtisadi fəaliyyət növü seçilibdir. Vəzifəsinin adı direktordur. Bəli, məşğulluq təsnifatını seçmişik. Bu da direktordur, yəni müəssisənin direktordur. Vəzifəli şəxsin vəzifəsi mülkiyyətçi, təsisçidir. Buradan kiçik kodları götürüb bir kənara qeyd edə bilərsiniz. Vəzifəli şəxsin öhdəlikləri vəzifə öhdəliklərini yerinə yetirməkdir. Baxın, əmək müqaviləsinin müddəti müddətsiz olaraq bağlamışıq. Müqavilənin başlanma tarixi, bir də əməkdaşın fəaliyyətə başlama tarixi. Biz deyirik ki, ayın 2-sində müqavilə bağlayıbdır. Elə ayın 3-dən də bu adam işə başlasın. Əla.
Üçündən də işə başlasın. Əməyin ödənilməsi vaxtımız olacaqdır. 600 manat əmək haqqı təyin etmişik. Burada qeydlərimizi etmişik. İş günü 5 gün iş günlük rejimidir. 9-dan 5-ə qədər, nahar 1-dən 2-yə qədər və s. və s. müvafiq kanalları doldurduqdan sonra yadda saxla edirik və bizim rəhbərin əmək müqaviləsi artıq hazırdır. Növbəti addımı seçdiyimiz zaman biz artıq nizamnamə bizim qarşımıza çıxacaq. Mizan Təlim Konsaltınq Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi. Bəli. Burada hər şey qeyd olunubdur. Nizamnamə kapitalında bütün neçə paydır, nizamnamə kapitalının məbləği və bütün qaydalarla burada tanış ola bilərsiniz. Təkrar növbətini seçdiyimiz zaman. Burada da digər hüquqi şəxs, nizamnamə kapitalı, benefisiar, icra orqanı, asan imza sertifikatı, əmək müqavilələri nizamnamə, hər biri haqqında məlumat vardır. Bəli. Buradan artıq təsdiqləyirik və imzala göndər var. Bəli. İmzala göndərir. Bastığımız təqdirdə biz yenə asan imzamızla təsdiqləyirik və bu qədər asandır. Təşəkkür edirəm məni dinlədiyiniz üçün. İşlərinizdə uğurlar.